Azərbaycan Respublikasının ərazi bütövlüyünün suyun təmin edilməsi uğrunda Azərbaycan Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab Məhəmməd Əliyevin 27-20 tarixdə həyata keçirdiyi və ikinci əməliyyatlarında Azərbaycanımızın ərazi bütövlüyünün təmin edilməsi üçün qarşıya qoyulmuş döyüş tapşırıqlarını şübhəsiz istiqamətində həyata keçirilən əməliyyatlarda xüsusi qəhrəmanlıq, birlikli cəsurluq buna getirərək ən yüksək zirvəni fəth etmiş şəhidlərimizdən biri olan Orxan Rövşənoğlu Cabbarovun fəaliyyətinə, cəsurluğuna, gücəyyətinə dövlət başçımız xüsusi bəyan edərək bunu Azərbaycanımızın vətən mühafizəsi qəhrəmanlıq adı vermişdir. Şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin itirən güzəştlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar 10 sayılı qərarına əsasən Azərbaycanımızda ən yüksək tədris müəssisələrindən biri olan gənclərimizdə vətənpərvər ruhun yüksək səviyyədə qəbul olunduğu, təşkil olunduğu və hörmətli edəm müəllimi rəhbərlik etdiyimiz bu məktəbə Orxan Rövşənoğlu Cabbarovun adı verilmiştir. Yəni ki, Orxan Rövşənoğlu Cabbarov vətənimiz qarşısında xüsusi xidmətlər göstərmişdir. Buna görə də Tovuz rayonunda, eyni zamanda Respublikamızda ən yüksək nüfuza və tədris sahəsində və tərbiyə sahəsində vətənpərvər gənclərimizdə, şagirdlərimizdə yüksək səviyyədə təşkil olunmuş məktəbəyə Tovuz rayonunda uğraşan inteqrasiya təlim gimnaziyalar bunun adı verilmişdir. Yəni bu məktəbə rəhbərliyi yüksək səviyyədə həyata keçirən hörmətli Elham müəllim şəhidlərimizin vətən qarşısında xidmətlərini yüksək səviyyədə dəyərləndirərək və eyni zamanda gələcək nəsildə bugün şagird masası arxasında oturan uşaqlardan da gələcək gənclərimizdə vətənpərvər ruhun daha da yüksək səviyyədə formalaşması üçün, inkişaf etməsi üçün və onların vətən qarşısında xidmətlərinin yüksək səviyyədə təmin edilməsi üçün burada onlarda vətənpərvər ruhun, vətənpərvər düşüncənin, baxışın, ruhun daha da yüksək səviyyədə təmin edilməsi üçün, təşkil edilməsi üçün bizi burada müşahid təşkil etmişdir. Allah Özəllərimizə can sağlığını versin ki, həqiqətən bu böyük tərəzi məsələsində gəlib bir gülşə yaratmışdır. Bu böyük bir vətənpərvərlik məktəbidir, vətənpərvərlik akademiyasıdır ki, şəhidlər gülşəsi, bu abidə, böyük bir abidədir, bu vətənpərvərlik abidəsidir, vətənpərvərlik zirvəsidir. Yəni bu böyük bir məktəbin daxilində vətənpərvərlik akademiyası formalaşdırılmışdır, yaradılmışdır. Burada xüsusi olaraq Elham müəllimin xüsusi xidmətləri var. Biz ona təşəkkürümüzü. Mən də növbəsində bütün şəhidlərimizin qarşısında baş əyirəm. Hamısına Allah rəhmət eləsin. Orxan Cabbarov da bizim elimizdir. Orxan Cabbarov bizim məktəbimizin onun adını daşıyır. Biz çalışırıq ki, həmişə Orxan Cabbarovun adına layiq, vətənpərvər, xalqını sevən, millətini sevən evlatlar yetişdirək. Sağ olun, çok sağ olun. Bunlar həqiqətən təhsil edir ki, siz